Üçüncüsü odur ki, elmin bərəkətli olmasından odur ki, min bərəkəti nəşri ilm, elmin yayılması, yəni bərəkətli olmasından xəbər verir. Enneke tuhsinu ilə həzəlləzi alləmtəhu. Sən deyir, ilm öyrətdiyə ehsan etmiş olursan. İnsan ümumi olaraq ehsan etməyə əmr olunub Allah Subhanahu tərəfindən. Lakin elm öyrətdiyə sən ehsan edirsən. Li'enneke tubsiruhu fi dinillah. Çünki sən onu Allahın dinində göz açıq edirsən, bəsirətli edirsən, elmli şəxslərdən edirsən. فَإِذَا عَبَدَ اللّٰهَ عَلَى بَصِيرَةٍ كَانَ لَكَ مِثْلِ أَجْرِهِ. Əgər o Allaha bəsirət üzərində ibadət edərsə, onun əcrin mislində sənə də var. لِأَنَّكَ أَنْتَ الَّذِي دَلَّلْتَهُ عَلَى الْخَيْرِ. Çünki onu xeyrə yönəldən sənsən, verdiğin elmlə. Və necə ki, وَالدَّالُّ عَلَى الْخَيْرِ كَفَعْلِهِ. Hər bir xeyrə yönəldən də onun edəninin xeyrindən payı vardır. Hər bir xeyrə yönəldən şəxs də həmin yönəltdiyi xeyirdə, onu xeyri işlədənin payında, yəni əcrində payı vardır.